Sakinlərlə söhbət edirdik ki, bizə özünü avtoyumanın sahibi kimi tanıdan Vüqar Məsumov yaxınlaşdı. Buranı pulla almışam. Yəni pul xərcləmişəm. Bunlar MMC yaradandan sonra dedilər ki, bu yer bizimdir. Mən pulumu verib almışam. Mən nə etməliyəm? Sonra başladı səs-küy, qarşılıqlı ittihamlar. Etirazlara baxmayaraq Vüqar avtoyumaya kifayət qədər pul ödədiyini, buradakı fəaliyyətini dayandırmayacağını dedi. Sonra təhlükəsizliyə dair bizə telefonundan bir akt da göstərdi. Bildirdi ki, bu aktı Fövqəladə Hallar Nazirliyi təqdim edib. Bircə dəqiqə. Bu neçənci ildə almısınız bunu? 24-cü. Bəli, bəli. Rəydə nə bildirir? Təzəlikcə. Bax, bu da nəticəsi. Bax, texniki baxış zamanı çirkab su quyuları, su sızıntıları və nöqsanlar müşahidə olunmadı. Gətirim də məndə var da. Mən təqdim elə deyəndə ki, mən məhkəmədə məhkəməyə təqdim eləyəcəm. Puldur, yerdir, mənim əlimdən almaq istəyirlər. And ol Allaha. Nə uçur, kim uçur? Nə uçur, ev sabah uçan desən cavab Bakir müəllim, mən sizinlə qışqırıq danışıram. Gene deyirsən, nə qışqırıq dağıtırsan? Məsələni maddi deyil. Məsələni pul qoymuşsan, qarajı satışına pulu götür, pul söhbət Mən deyirəm, satıram. Bunlar deyir ki, havayı ver çıxır. Heç kimi demir. Yəni siz razılaşırsınız satmağa? Satmağa mən 50 dəfə demişəm ki, qardaş, mən burada deməmişəm Ramiz müəllim. Ramiz müəllim demişəm. Məntəqəsi yığışdırılmalıdır. Mən nə demişəm, deməmişəm, mən bura. Bu hafta Bunlar da deyir ki, buranı ver mənə, bilsiz nətər? Yalan deyir. Mülkiyyət hüququna məhrum etmə qoyublar mən məhkəmə. Məhkəmə də rəqv eləyib. Nəmanov rayonunun bir dəqiqə. Nəmanov bir dəqiqə. Bu kişi də burada bilsiz nədir? Bax biri gəldi ki, 200 min, mənə dedi ki, 200 min pul yeyibdi sakin bu Əliyev Zöhrab. Yox. Müzakirə saatlarla davam etdi. Gedişatda bəlli oldu ki, çəkişmə məhkəmədə də davam edir. Ən sonda Vüqar bildirdi ki, buranı satmaq niyyətindədir. Sakinlər isə qanunla bu halın mümkün olmadığını, Vüqara dəymiş zərəri, binanın tikintisini həyata keçirən, zirzəminin bir hissəsini ona satan MTK sədri tərəfindən ödənilməli olduğunu dedi. Bunlar məhkəməyə qoyub ki, ümumi mülkiyyət hüququna məhrum edilsin. Qardaşım, burada mülkiyyət hüququ yoxdur. Azərbaycan Respublikasının mənzil məcəlləsində bura ümumi əmlakdır. Mənzil məcəlləsində, ona deyirəm, mənzil məcəlləsinin 35-ci maddəsində yazır ki, bir dəqiqədə. Deməmişəm, mən bura 200 neçə min pul döymüşəm. Ha, onu da gözüm dadı. Biz onu sərf eləyirik. Sən pulumu istəyirik ki, qaytaraq da. Kim qaytaracaq pulu? İlham Qasımov. Maşını gətirdi, verdi sənə. Hansı sən de, bu deyir ki, maşını oğru apar. Niyə uğrayırsan? Gətirdi, verdi ki, götür, çıx get də. Nə maşını da izah edin. İnsan patronu. İlham Qasımov Deyirsən patron maşını gətirdi, verdi. Yalan deyirəm, and ol Allah, yalan deyirəm. Niyə verdi, nə maşınıdır, niyə verdi? Yalan deyirəm.